Salam əziz şahmat sevərlər. Bilirəm ki, yeni canlı yayın videolarını səbirsizliklə gözləyirsiniz. Amma mən bu dəfə video çəkib paylaşmaq qərarına gəldim. Bildiyiniz kimi bir neçə gün öncə şahmat aləmində böyük bir itki baş verdi. Amerikalı beynəlxalq qrossmeyster, məşhur yayımçı və şərhçi Daniel Naroditski gözlənilmədən dünyasını dəyişdi. Hamı kimi mən də bu xəbərə çox təəssüfləndim və belə qərara gəldim ki, onunla oynadığımız ən maraqlı və gərgin oyunlardan birini seçib sizə təqdim edeyim. İndi göstərəcəyim oyun 2025-ci il fevral ayının 25-də Title Tuesday turnirinin son turunda oynanılıb. Mən ağlaram, Naroditski isə qaralardı. Hazırsınızsa oyuna keçid eləyək. D4 ATF6, C4 J6, ATF3 fil J7 və Y3. Biz Naroditski ilə dəfələrlə oynamışdıq və adətən mən ona qarşı J3 fil J2 və yaxud da at C3 Y4 gedişləri ilə digər populyar variantları seçirdim. Bu dəfə isə daha möhkəm oynamaq qərarına gəldim və Y3 gedişini elədim. Qala qurma, fil Y2, D6, qala qurma və C5. O da bu gedişi ilə məni təəccübləndirdi. Nəyə görə? Çünki əvvəllər də mən ona qarşı az da olsa bu variant tətbiq elədiyim olmuşdu və o daha populyar olan at B7, Y5 cavablarını verirdi. Bu dəfə isə seçimi fərqli oldu və C5 gedişini elədi. At C3, at C6. Bir növ bu seçim daha çox mənim işimə yaradı. İndi görəcəyik ki, nəyə görə. D5, at A5 və Y4. Demək olar, ağlar istədiyi vəziyyət əldə edib, mərkəzdə müəyyən bir üstünlük var. Atı oyundan kənarlaşıb, A5 xanasında yerləşib. Bu da gördüyünüz kimi. Qaraların iki vacib planı var. İlk növbədə birincisi Y6 oynayaraq mərkəzə müəyyən təsirlərə imkan yaratmaqdan ibarətdir. Digər bir üsul isə oyunda görəcəyimiz kimi 6 gedişi ilə B5 cavablarını hazırlamaq və müəyyən vəzi cinahında əks oyun imkanları formalaşdırmaqdır. 6 gediş edilir. Mən bu mövqedə zəif gediş eləmişəm. Vəzir C2 qeyri-dəqiq gedişdir. Ən güclüsü H3 idi. Vacib gediş. Nəyə görə? C8 filinin J4 xanasına gəlməyinin qarşısı alınır və bu filin ata dəyişməsinə imkan verilmir. Həmçinin oyunda görəcəyik, vəzir C2 fil J4 qaraların bu gedişdən sonra təhlükəsi ondan ibarət ki, fil F3 vurmaq istəyirlər. Məsələ burasındadır ki, mən fillə vura bilmirəm, çünki at C4 piyada itirilir. Məcburam piyada ilə vurum, bu isə şah cinahında müəyyən problemlər yarada bilər. Y5 çox güclü gediş deyil, amma oyunda oynadığı rol çox böyük olacaq, görəcəyik. Qaralar burada səhvə yol verir bu gedişdən. At Y8 gedişi çox düzgün cavab ola bilərdi və qaraların mövqedə heç bir problemi yox idi. Əslində bu gediş at Y8 gedişindən sonra mənim özüm üçün böyük problemlər yarada bilərdi. Çünki davamında bir şey görünmür. Amma qaralar burada zəif gediş eləyərək at D7 oynayır və ağların çox ciddi imkanı formalaşır. Y6 çox yerində bir gediş. Məqsəd ondan ibarətdir ki, təbii ki, qaralar burada piyadanı götürməlidir. Atla başqa bir xanaya, hər hansı bir xanaya hərəkət elədiyi təqdirdə Yev şah elan eləyərək piyadanı vururuq. Topla vurduğu təqdirdə isə at J5 gedişindən sonra Y6 xanasındakı zəiflikdən maksimum istifadə eləmə imkanı yaranır və oyun demək olar ki, ağların qələbəsi ilə yekunlaşmaq üzrə olur. Y6 F7, at J5. Təbii ki, ağlar növbəti gediş eləyir və bu biraz da məcburi gedişdir. Məqsəd aydındır. Y6 xanasındakı zəiflikdən olabildiyincə faydalanmaq. Burada qaraların iki seçimi var. Ya filləri dəyişməlidir, ya da fil F5 gedişini eləməlidir. Təbii ki, fillərin dəyişilməsi ağların daha çox işinə yarayır. Nəyə görə? Y6 xanasının müdafiəsi qaralar üçün daha da çətinləşir. Bu xananın rəngi fillə eyni olduğu üçün qaralar da düzgün seçim eləyərək fil F5 gedişini eləyir və filləri dəyişməkdən boyun qaçırır. Vəzir D1, at B6. Burada qaralar kobud səhvə yol verir. Ən düzgün gediş Y-də gedişi idi. Ağlar buna qarşı J4 oynamalı idi. Əslində, təbii ki, ilk olaraq gözə görünən gediş vəzir D5-dir, şah 8, at F7, top F7, vəzir F7. Elə düşünmək olar ki, ağlar keyfiyyət üstünlüyünü əldə elədi və oyun bitir. Xeyr, heç də elə deyil. Qaraların çox güclü cavabı var, at C6 və vacib mərkəzi xanalar D4, Y5. İkisi də qaraların atları yerləşərək nəzarəti altına ala biləcəyi xanalardır. Ona görə də bu formada qaralar ciddi əks oyun imkanları formalaşdıra bilərdi, amma bundan yararlanmadı. Əsas varianta qayıdacaqsa J4 gedişindən sonra qaraların əsas gedişi D4 oynamaq idi. At D5, Y6, J7, FJ
Bu formada çox qarışıq bir oyun bizi gözləyə bilərdi, amma oyunda bunlar baş vermədi və qaraların gedişi son dərəcə kobud bir səhvdir. At B6. J4 H6. Burada nə əcəbsə ağlıma gəldi, amma seçməmişəm bu gedişi. At H3-dən sonra artıq fiqur üstünlüyü əldə edirdim, çünki fil tutulurdu. Biraz həyəcandan mı, nədənmi bilmirəm. Yəqin ki, həyəcan daha çox rol oynayıb. Burada J vurdum və daha güclüsü at H3 idi sözsüz ki. Qaralar HJ vurur və burada növbəti qeyri-dəqiq gediş edirəm, F-yə vururam. Daha güclüsü FJ vurmaq idi. Məqsəd isə ondan ibarətdir ki, şaha daha yaxın mövqedə problem yarada biləcəyimiz çox güclü bir piyada əldə edə bilərdim. Hansı ki, növbəti gedişlərdə fil D3, vəzir H5 gedişləri ilə bu hücum dəstəklənə bilərdi. Amma F-yə gedişi daha zəifdir, at C4, belə-belə qaralara biraz oyun imkanları yaratmışam. Vəzir D3, at Y5, vəzir J3, J4 növbəti güclü gediş, şah H1, top üçün gələcə də J xəttində açıq bir xana yaradılır. Top F5, fil J4. Burada növbəti səhvə yol vermişəm və bu digər səhvlərdən də geri qalmır. Ciddilik baxımından çox ciddi səhvdir. Nəyə görə? Çünki burada fili saxlamaq lazım idi və ən güclü gedişdə A4 gedişi idi. Məqsəd ondan ibarətdir ki, A5 oynayaraq bu atı buradan qovub digər topu da A4 xanasından hücuma cəlb eləməkdir. Təəssüf ki, bunları eləmədim. Fil J4 zəif gediş, at J4, vəzir J4 və bu yaranmış mövqedə artıq vəziyyət qaraların lehinə biraz dəyişdi. Sözsüz ki, mənim səhvlərimdən sonra. Amma xoşbəxtlikdən qaralar da burada kobud səhvə yol verir və vəziyyəti düzgün analiz eləmir. Çox cəsur oyun nümayiş elətdirməyə çalışır, amma hər zaman bu qədər cəsur olmaq da lazım deyil. Burada sadəcə olaraq vəzir Y8 ilə, müdafiə gedişi ilə qaralar vəziyyəti tamamilə düzəldə bilərdi. Növbəti gedişdə təbii ki, təhlükə D5 piyadasının götürülməsidir. Təzyiq artıq bura köklənib və qaralar müdafiə olunan tərəfdən qəfil hücuma keçən tərəfə çevrilir. Mən isə əksinə, hücuma keçən tərəfdən müdafiə olunan tərəfə keçməliyəm. Çünki artıq bu piyadanın itirilməsi daha böyük fəsadlara yol aça bilər. Vəzir Y8 əvəzinə vəzir F8 oynayır. Bu zəif gedişdir. J6 piyadası itirilir. Vəzir F6 və burada yenidən seçim eləməliyəm. Nəyə görə? Vəzirlərin dəyişilməsi təklif olunur. Mən isə bundan qaçmalıyam. Çünki dəyişdirildiyi təqdirdə ağların heç bir oyun imkanı qalmır. Tək əsas güclü fiqur hücum üçün vəzirdir. Vəzir J2 ən vacib xana. Çünki D5 piyadasının müdafiəsinə də müəyyən köməklik göstərir. Gördüyünüz kimi 2 fiqurla D5 xanasındakı piyadaya təzyiq var idi. Mən isə artıq bir fiqurla yox, vəzirin də köməkli 2 fiqurla piyadanı müdafiə edirəm. Top F8, qaralar aktiv oyunu davam elətdirir. Fil Y3, at C4. Bu da yetərincə təhlükələr yaradan gedişdir, amma ağların da güclü cavabı var. At Y4. Burada artıq bir öncəki gedişdən sonra at Y3 təhlükəsi yaranmışdı. Bu gediş mümkün olmur. Nəyə görə? At Y3 alınmır. At F6 şah. Artıq şah elan edərək bu xanada vəziri götürdüyümüz üçün hər hansı bir fiqurla, məsələn, F8 xanasını topla atı götürdüyü təqdirdə F7-dən sonra ağlar vəzir öndə olur və oyun da ağların lehinə bitmiş olur. Qaralar vəzir B2 vurur. Fil H6 çox güclü gediş. Top H5, top AB1 və vəzir Y5. Bu gedişdən sonra mən anladım ki, Naroditskinin niyyəti əlbəttə ki, top H2 vurmaq istəyi ola bilər. Nəyə görə? Top H2, vəzir H2 və vəzir Y4 gedişlərindən sonra, məsəl üçün mən top B7 vursaydım, burada top H6 gedişi də var, düzdür. Sözsüz ki. Amma mən fillə əlavə bir gediş eləsəydim, yəni fili qorumaq üçün məsələn geri çəksəydim, onda top H2 istəyi əlbəttə ki mövcud idi. Məsəl üçün fili C1-ə gələk və bu variantdan sonra oyun udulur. B1 xanasına top itirilir. Ona görə də F4 çox yerində və güclü bir cavab. Qaraların bu imkanlarının qarşısı alınır. Vəzir D4. Burada mən deyərdim ki, oyun ərzində elədiyim ən böyük səhvə yol vermişəm. Burada artıq oyunu qələbə ilə yekunlaşdıracağıma o qədər əmin idim ki, tez arxayın olub top F1 gedişini elədim və bu kobud səhvdir. Qaralar da dərhal bu səhvdən istifadə edir və mən burada bir növ şok keçirdim. Həqiqətən də bu gedişi heç görməmişdim. At Y3 birdən-birə diqqətimdən yayındı. Çünki biraz öncə piyada F2-də idi və H6-dan da fil bu xananı müdafiə eləyirdi. 2 müdafiə imkanı var idi. F4-dən sonra isə bu 2 imkandan da məhrum oldum və qəfil belə bir hal yaşandı. Burada məcburiyyətdən vəzir J7 vurdum. Onu da qeyd edeyim ki, ağların daha doğrusu burada 2 uduş imkanı var idi. Əsas
İlk növbədə bu varianta baxaq. Fil J7, vəzir J7, vəzir Y2. Göründüyü kimi 2 qat zərbə yaranıb mövqedə. H5 topu və C4 atı eyni anda zərbə altındadır. Qaraların burada hələ oyunu bitməyib. Vəzir H6 oynaya bilər. Mən məcburam topu Ş1 oynayım. Şah H8-ə, at Ş5-dən sonra artıq oyun demək olar bitə bilərdi. Növbəti gediş at F7-dir və qaralar bu qədər təhlükə ilə eyni anda mübarizə apara bilmir. Digər bir yol isə vəzir J7 vurmaq idi ki, hansı ki vəzir J7 vurulur, fil J7, şah J7, top Ş1 şah, H6 və yaxud da H8 oynanıla bilər. Top B7 vurmaq lazımdır və növbəti gedişdə Y7 piyadası da itirildiyi üçün ağların mövqedə böyük üstünlüyü davam edir. Amma yaranmış mövqedə F4 gedişindən sonra halbuki top F1, at Y3, vəzir J7 artıq məcburam. Vuruldu, şah, şah H6, top B7, at D5. Deyə bilərsiniz ki, yenə eyni vəziyyət yarandı. Xeyr. Biraz öncə at C4-də idi, D5 piyadasını vura bilmirdi. Və indi D5 piyadası vurulandan sonra mənim Y7 piyadasına heç bir təsirim yoxdur. Qaralar atla, rahatlıqla piyadanı müdafiə edir və artıq problemlər yaşayan tərəf mənəm. Çünki bütün piyadalar ciddi zəiflik obyektinə çevrilib. At J5 ən vacib əks oyun yaratma imkanı sadəcə bu qalıb. Atdan istifadə eləmək, hansı ki F7 xanasında bir güc formalaşdırıla bilər. Şah J6, at Y4. Burada artıq heç imkanı yarandı. Bu arada onu da qeyd edeyim ki, mövqe tamamilə bərabərlik olaraq qiymətləndirilir. At Y4 burada qaralar şah F5 oynaya bilmir. Çünki at J3 şahdan sonra top bitirilir. Ona görə də məcburdular şah H6 oynasınlar. At J5. Naroditski bu vəziyyətdə risk eləyərək, heç istəməyərək qələbə üçün oynayırdı. Çünki yer götürmək üçün əlbəttə ki bir xal daha vacib idi yarım xala nisbətdə. Risk elədi və düzgün qərar qəbul eləməyərək özünü təhlükəyə atdı. Top F4 gedişini elədi. Yersiz bir risk və ağlar üçün qəfil mövqe dəyişilir. Uduş vəziyyəti yaranır. At F7 şah, şah H7, top B8. Mən dərhal bunu gördüm və açıq aydın görünür ki, artıq çıxılmaz mat təhlükəsi yaranıb. Qaralar top F7 vurmalıdır, məcburidir. Düz matdan çıxış yolu var, amma uduzmaqdan bu gediş qaraları xilas eləyə bilmir. YF top F5, piyada artıq vəzirə çevirmək üzrədir və qaralar ikinci topu da itirərək tam uduzulmuş mövqe alırlar. Y5, top F5 bir neçə gediş daha oyun davam elədi. Şah H6 mat təhlükəsi yaranmışdı H5 xanasında. Və top D1-dən sonra ağlar oyunda qalib gəlir. Nəyə görə? Səbəb çox aydındır. Onsuz da qaraların yetərincə fiqur çatışmazlığı var idi. İndi isə at da zərbə altındadır və at Y3 gözə görünən təhlükəli gediş budur, amma top D6 şah verərək piyadanı götürür və ağlar oyunda rahatlıqla qalib gəlir. Bax belə, məncə çox maraqlı oyun idi. Qarşılıqlı səhvlər oyunu bu qədər zənginləşdirirdi. Son tura layiq bir oyun idi demək olar. Və həqiqətən də mənim üçün title-da oynadığımız bir oyun olduğu üçün daha yadda qalan oyun oldu. Oyunla bağlı hər hansı fikirləriniz, şərhləriniz olarsa, buyurub rəylər bölməsində yaza bilərsiniz, fikirlərinizi paylaşa bilərsiniz. Naroditski həqiqətən də öz dəst xəttindən şahmat aləminin yaddaşında, ümumiyyətlə insanların yaddaşında çox özünə məxsus yer tutaraq qalmışdı və belə də davam edəcək. Videolarını mən də çox bəyənərək, sevərək izləyirdim. İstər canlı yayınlar olsun, istər YouTube-da yerləşdirdiyi izah edici videolar olsun. Çox maraqlı idi həqiqətən də. Özünə məxsus kütlə formalaşdırmışdı və şahmata da marağı böyük ölçüdə artırmışdı. Təəssüf ki, çox gənc yaşda vəfat elədi, gözlənilməz oldu. O nə etmək olar? Əsas odur ki, həyat davam eləyir və biz öz işimizə davam eləməliyik. Belə elə bu qədər. Video ilə bağlı, oyunla bağlı hər hansı fikirləriniz olarsa, rəylər bölməsində yazmağınızı sizdən xahiş edirəm. Hər şeyə görə minnətdaram. Çox sağ olun. Gələn görüşlərə qədər.